Yeah. Yeah. 1991 yanvar gecəsi, yeni ilin ilk nəfəsi. Binəqədi Sentralnidə açıldı bir talih səhifəsi. Dünyaya bir igid gəldi, adı Ataş Bakılı. Körpə nəfəsində gizlənmişdi gələcəyin işıqlı yolu. İllər ötüb keçdi, uşaqlıq döndü xatirəyə. Elm dalınca yol aldı, addım zirvəyə. Orta məktəb illərini Xırdalanda yaşadı. Atsan qazandı, müəllimlərin rəğbətini qazandı. 2007-ci ildə məktəbi başa vurdu. Arzularının dalınca inamla irəli durdu. İdman akademiyasına qəbul oldu o zaman. Sərbəst güləş yolunda başladı yeni bir dövran. Tərlə yazdı uğurunu, əzmlə keçdi hər yolu. Məqsədindən dönmədi, möhkəm saxladı qolunu. 2011-ci ildə məzun oldu, alnı açıq. Əziyyətinin bəhrəsi oldu hər kəsə aydın açıq. Sonra ömür yeni səhifə açdı qarşısında. 2019-cu ildə ailə qurdu, arzularla bir il keçdi. Evlərinə sevinç nuru doldu. Həsən Bakılı dünyaya gəldi, ata qəlbi güllər oldu. Amma talih hər zaman insanın dediyi olmur. Bəzən bir söz kifayət edir, könüllər daha dolmur. Bir müddət sonra sözlər çəp gəldi, yollar ayrıldı. 2021-ci ildə ömür başqa səmtə yazıldı. Lakin qaranlıq gecədən sonra səhər doğar yenə. Ümid heç vaxt tərk etməz ənanan ürəkləri belə. 2022-ci ildə Leyla çıxdı qarşısına. Sevgi yenidən nəfəs verdi ömrünün hər anına. Bugün də o məhəbbət ürəyində çıraq kimi yanır. Hər baxışda, hər sözdə sevginin izi qalır. Həyat yazdığı rəvayət hələ bitməyib davam edir. Ataşla Leylanın sevgisi hər gün yenidən doğulur. Böyük